Sənə bir tapmaca deyəcəm. İstədiyim şeyi 10 dəqiqə ərzində mənə tapıb götürə bilsən, məndən tam-tamına 100 evro qazanacaqsan. Amma bir mövzumuz var. Özün cibindən pul verə bilmərsən, kimdənsə yoldan tanımadığın birindən xahiş eləməzsən, o sənin üçün onu almalıdır. Amma ən çətin məsələ budur ki, bütün dediklərimi əlində qandarla eləyəcəksən. Tapmacanı deyirəm, hazırsan? Hazıram. 2 dəmir tək nişan kəsib biçir hər zaman. Həm açılıb bağlanar, əl dəyincə canlanar. Açmasın. Onu gözün tapacaqsan. Nə vaxtsa tutulacağım ağlıma gəlməzdi. 10 dəqiqə getdi. 2 dəmir tək bıçaq kəsir biçir hər zaman. Qayçı. Bir dəqiqə siz olar, vaxtınızı çox almayacağım. Biz də hal-hazırda YouTube üçün video çəkilişimiz gedir. Mənə qayçı ala bilərsiniz. Kartımda plazı. Nə qədərdir? 2 manatı çatsalar. Olsun, çatar. Gedib qayçını aldı gətirdi. Sən də səndən istədiyin mən qayçı idi. Məncə qayçı idi. Bəlkə bıçağı idi bu. Kəsir axı. Bıçaq açılıb bağlanmadığına görə məncə qayçıdır. Bəli, düz tapıb. Mən sənə istədiyim qayçı idi. Tam vaxtında gəlib. Buyur, bu sənin 100 evron, halal xoşun. Zəhmətimin haqqını aldım. Açırsınız. Yazığın qolları pis günə düşüb. Səhifəni izləməyi unutmayın.